Ötən gün Lənkəran şəhəri 4 saylı humanitar təmayüllü məktəb liseyində Lənkəran skautlarının təşkilatçılığı ilə skauting haqqında təqdimat mərasimi keçirildi. Lənkəran şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə müxtəlif yaş qruplarından olan şagirdlər iştirak ediblər. Təqdimatın keçirilməsində əsas məqsəd iştirakçılarda skaut hərəkatı haqqında fikir formalaşdırmaqla yanaşı, Cənub regionunun ən böyük şəhəri olan Lənkəranda da skaut dəstələrinin yaradılmasıdır. Məqsədimiz gənclərin skauting olan marağını artırmaq, gənclərimizin vətənpərvər, daha da bugün dünyaya görüşən Azərbaycan gənclik kimi formalaşmasını təmin etmək və xüsusən də skauting olan marağını daha da artırmaqdır və bugün keçirilmiş təlimdə ilk deyil, yəni bugün ikinci təlimimizdə keçirdirik. Digər təlimlərdə skauting haqqında məlumat, bugünkü təlimimizdə skautingin patrollar yaratmaq, patrul liderləri yaratmaq, patrul lider köməkçiləri yaratmaq və qruplarda patrul ruhu, əhval-ruhiyyəsini yaratmaqdır. Mən bura skautla məşğul olmağa gəlmişəm. Bizim bu məktəbdə ilk dəfə keçirilir bu təlim. Çox maraqlıdır. Demək olar ki, biz burada hər şey öyrənirik. Əyləncəlidir, oyunlar oynayırıq, diqqətli olmağı öyrədirlər. Yəni, çox maraqlıdır demək olar ki. Görüşdə təlimçi qismində fəal liderlər təqdimatı müxtəlif şəkillərin və skaut dəyərlərini özündə əks etdirən oyunların köməyi ilə az bir vaxtda məktəblilərə skaut hərəkatı haqqında məlumatlar çatdırdılar. Görüş çox maraqlı və qarışıqlı diskussiyalar formasında həyata keçirildi. Sonda isə skautlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.